Salam əziz tələbələr, imtahandan qabaq yenə də bildiklərimizi təkrarlayaq. Yəni son anda da hər hansısa bir məlumatların təkrarının bəlkə də bizim üçün çox önəmli olacaq. Qısacası bir diaqram qurmamışdan qabaq biz bilirdik ki, saatın 12 əqrəbindən başlayırıq və saat əqrəbi istiqamətində diaqramımızı qururuq. Bu bilgini yeniləmiş olduq. Deməli, qısacası bizə deyir ki, bu aşağıdakı diaqramı A2, S2 diapazonu əsasında qurmusan. Yəni, qısacası demək istəyir ki, sənə buradan bura qədər olan qiymətlərdən istifadə edərək bu diaqramı qurmusan. Və xatırlayın ki, saat əqrəbi istiqamətində biz bu diaqramı qurduqda ilk xananın qiyməti ilk hissəyə, ikinci xananın qiyməti ikinci hissəyə, üçüncü xananın qiyməti isə üçüncü hissəmizə uyğun olmuş olur. 4 hissə olsa yenə də bu şəkildə davam eləyəcək. İndi yuxarıda misalımızı həll etməyə çalışsaq, A1-i deyir 2-yə böl, birinci bölmə vurma əməliyyatları yerinə yetirilir. Təbii ki, bunu yadınızda saxlayın. 2-ni 2-yə bölsək 1, sonra B1-in üzərinə də həmən o 1-i gələk, yəni 4-ün üzərinə də 1 gəlsək, bu xananın qiyməti olmuş olacaq nə? 5. İndi bizim 25%-imiz 5-dirsə, o birisilər avtomatik olaraq zaten çıxır. O birisi 25%-imiz 5, 50%-imiz isə nə olmuş olur? 10 olmuş olur. İndi hesablaya bildiyimiz xanaları hesablayaq. 3-ü A1-ə vuraq. A1-imiz 2-dir. 3-ü 2-yə vursaq 6. 6-ın üstünə buradakı 4-ü gəlsək, olur neçə? 10. Zaten biz onun 10 olduğunu tapmışıq. Amma nə etsək də bu xananın qiymətini hesablaya bilmirik. Çünki S1-in qiyməti bizim üçün bəlli deyil. O zaman yazırıq. X vurulsun 3. Çıxılsın, B1-in qiyməti bəllidir 4 və xananın cavabı da bəllidir. Bura 5-dirsə, bura 10-dursa, zaten 5 və 10. Deməli, digər xananın da qiyməti nədir? Buradakı 5. Yəni, bura 5-ə bərabərdir. Bərabər edirik 5-ə. 4 digər tərəfə keçir. X vurulsun 3 bərabər olur 9-a. X-imiz bərabər olmuş olur nəyə? 3-ə. Deməli, X bərabər oldu nə? 3. Yəni, doğru cavab oldu C variantı.